Hər birinizi bir daha xoş gördük. Mən bizim təşkilatın ICAMS-in həm təsisçisi Məhəmməd Şükürov 4-cü kurs tibb universitetində təhsil alıram. Biz ICAMS-i ilk qurarkən əsas hədəfimiz tibb fakültəsində müalicət profilaktika fakültəsində olan tələbələrə kömək olmaq, onların gələcəyində işıq olmaq, onların gələcəyində müəyyən bir rola sahib olmaq idi. Yəni müəyyən seminarlar, vebinarlar keçirmək idi. Yəni elmi məqalələrə, review artikellara, ümumiyyətlə məqalələrə kiçik bir giriş eləmək idi. Sonradan yavaş-yavaş həqiqətən istək çoxaldıqca stomatologiya üzrə də istədiyi bir kiçik işlər görək. Təbii ki, bunlar da heç kiçik işlər deyil. Davud sağ olsun bizə stomatologiyanın necə böyük bir sahə olduğunu, stomatologiyanın təkcə bizim gördüyümüz şeylərdən ibarət olmadığını bizə öyrətdi. Nə qədər böyük bir perspektivi olduğunu öyrətdi. Davud sayəsində və Cavid doktor sayəsində bizə ilk kömək olan, ilk yol göstərən, ilk məsləhət verən doktorlardan biri Cavid doktordur. Ona çox təşəkkürlərimi, minnətdarlığımı bildirirəm. Onlar sayəsində biz stomatologiyanın necə bir perspektivli sahə olduğunu öyrəndik. İndi də istəyərəm ki, bizim stomatologiya üzrə koordinatorumuz Davud da açılışını eləsin, çünki bu webinarın koordinatoru olacaq. Bir daha qoşulduğunuz üçün hər birinizə təşəkkürlərimi bildirirəm. Çox sağ olun. Minnətdaram Məhəmməd. Əvvəla mən də bütün iştirakçıları salamlamaq istəyirəm. Çox sağ olun ki, axşam saatlarında dəyərli vaxtınızı ayırırsınız və özünüzü inkişaf elətdirirsiniz, bizim webinarımıza qoşulursunuz. Əvvəla həmin bu webinarın keçirilməsində göstərmiş olduğu bütün dəstəyə və qayğılara görə başda Cavid doktor olmaqla Azərbaycan Parodontologiya Cəmiyyətinə və Azərbaycan tibb tələblərinin innovativ birliyinə minnətdarlığımı bildirirəm. Mən Davud Sucayev, məni əksəriyyətiniz yəqin ki, tanıyırsınız artıq universitetdən. Mən Azərbaycan Tibb Universiteti Stomatologiya Fakültəsi 3-cü kurs tələbəsiyəm. Eyni zamanda ICAMS Dental Club-ın qurucusu və ICAMS-in Stomatologiya Fakültəsi üzrə koordinatoruyam. Həmçinin əlavə bir özüm barəsində fakt demək istəyirəm ki, mən həmçinin Azərbaycan Parodontologiya Cəmiyyətinin təşkil etdiyi kurikulum proqramında könüllüyəm. Məncə bu qədər kifayətdir. Mən istəyərdim ki, bu tədbirdə böyük əməyi keçmiş Cavid doktora söz verim. O bizi biraz Azərbaycan Parodontologiya Cəmiyyəti haqqında məlumatlandırsın. Çünki düşünürəm ki, mən universitetdə görürəm, bizim tələbələr arasında çoxlu suallar var. Mənim storylərimi falan görürlər, deyirlər ki, parodontologiya nə olan şeydir? Mən də onlara çalışıram ki, sövq edeyim ki, bəs belə bir cəmiyyət də var, siz hamınız iştirak edə bilərsiniz, maraqlana bilərsiniz. Onlara kömək olmağa çalışıram. Amma burada səbəbkar var, Cavid Əhmədbəyli, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti. İstərdim ki, o bizi biraz cəmiyyət haqqında məlumatlandırsın. Cavid doktor, səsimizi eşidirsinizmi? Axşamınız xeyir olsun. Təşəkkür edirəm xoş sözləriniz üçün. Öncəliklə dəvətinizə görə məni və Nərgiz xanımı təşəkkür edirəm. Bizim üçün böyük şərəfdir. Sizin təşkilatınıza da başlıca uğurlar arzulayıram. Bir neçə vaxt öncə bizim görüşməmiz olmuşdu. ICAMS-ın idarə heyəti üzvləri ilə və bu görüşmə həqiqətən çox pozitiv havada keçdi və həm idarə heyətinin aktiv, gənc üzvləri, enerjik üzvləri şəxsən məni də çox ciddi dərəcədə motivasiya etdi. Burada bugünkü tədbir əslində parodontologiya təhsili ilə əlaqədardır. Çünki sizin layihənizin əsası təhsildir, tələbələr, davamlı təhsil, diplom sonrası təhsil olduğu üçün biz öncəliyi verdik bu mövzuya. Çünki parodontologiya, stomatologiyanın da, tibbin də çox önəmli aparıcı sahələrindən biridir. Bu səbəblə də burada həm Azərbaycan Parodontologiya Cəmiyyətinin fəaliyyəti haqqında qısa məlumatlar paylaşacağım və davamında da Nərgiz xanım sizə ətraflı məlumatları təqdim edəcək. Mənim parodontologiya təhsilim Türkiyədə idi, Yeditepe Universitetində. Baza təhsilim də Türkiyədə idi, Yeditepe'də. Məktəbi mən Bakıda bitirmişdim, Bakı Avropa Liseyini və davamında Türkiyədə stomatologiya təhsilini aldıqdan sonra doktorantura, PhD parodontologiya sahəsində paralel olaraq uzmanlıq təhsilim və Avropa Parodontologiya Federasiyasının
akreditə parodontologiya rezidentura proqramını da mən həmin diplom sonrası təhsil müddətində yekunlaşdırmışam. Bu əslində çox zəngin, çox ciddi təcrübə əldə etdiyimiz bir müddət idi. Və burada həm təhsil alırsınız, həm kliniki təcrübə əldə edirsiniz, həmçinin çox məşhur Türkiyənin müxtəlif universitetlərdə dünyada xüsusi izi olan alimləri ilə, professorları ilə, dosentləri ilə tanış olursunuz. Həmçinin xaricdəki beynəlxalq tədbirlərdə də iştirak edərək biz orada da dünyanın çox məşhur alimləri ilə tanışıb, tanış olub, onlarla ünsiyyət qurma fürsətimiz də olmur. Bu səbəblə təhsil çox önəmlidir. Təhsil bizim həm dostluqlar qazanmamız üçün, həm kliniki təcrübə qazanmamız üçün çox önəmlidir. Bu səbəblə sizin ICAMS təşkilatınızın buradakı rolu düşünürəm ki, çox önəmlidir və sizlərə də mən uğurlar arzu edirəm və Azərbaycan Parodontologiya Cəmiyyəti olaraq da biz bir çox mövzuları nəzərdə tuturuq. Davud doktorla biz müzakirə etdik bunu. Düşünürəm ki, təqvimə uyğun olaraq da biz bu görüşmələrimizi davam etdirəcəyik. Minnətdaram Cavid doktor. Elə bugünkü mərzəçimizə Nərgiz xanım, səsimizi eşidirsinizmi? Bəli, mən sizi eşidirəm. Siz məni eşidirsiniz? Bəli, Nərgiz xanım. Axşamınız xeyir. Necəsiniz Nərgiz xanım? Çox sağ olun. Hər kəsi salamlayıram yenidən Biz hamıdan dəvətiniz danışdıq. üçün. Biz hamıdan danışdıq. Siz qaldınız kənarda, amma xeyr, sizi unutmamışıq təbii ki. Çox sağ olun. Yox, Vaxtınızı yox. ayırmısınız və bizim üçün bir prezentasiya hazırlamışsınız gənclər üçün. Onları belə deyək, həmin bu parodontologiya sahəsi haqqında məlumatlandırmaq üçün, xüsusilə də parodontologiya təhsili barəsində minnətdarıq. İlk öncə xahiş edərik ki, özünüzü tanıtmaqla başlayın. Ondan sonra isə prezentasiyamızla davam edə bilərik. Davud burada mənə köməklik edəcək. Prezentasiyamızı qoşsun. Mənim adım Nərgizdir, Əliva Nərgiz və mən artıq ixtisaslaşmış həkim parodontoloqam. Cavid doktor öncə parodontologiyadan iki söz qeyd etdi. Mən də əlavə olaraq qısaca parodontoloq kimdir? Parodontoloq dişlər və implantlar ətrafında diş əti xəstəliklərin qarşısının alınmasında, diaqnostikasında və müalicəsində, həmçinin ağız boşluğunda implantların yerləşdirilməsində ixtisaslaşmış stomatoloqdur. Parodontologiya ixtisasını almaq üçün siz stomatologiya diplomunu əldə etdikdən sonra əlavə olaraq universitetdə proqramdan asılı olaraq 3, 4 və ya daha çox il rezidentura və ya doktoranturada təhsil almalısınız. Bir neçə söz özümdən deyim. Mən məktəbi Bakıda bitirmişəm. Universiteti Moskvada, o zamanlar 3-cü tibb universiteti adlandırılan Moskva Medika Stomatoloji Universitetində stomatologiya fakültəsini 2008-ci ildə bitirmişəm. Eyni universitetdə 2011-ci ildə ilk masterımı bitirmişəm. Rekonstruktiv cərrahiyyə üzrə bir master idi. Amma orada rekonstruksiyadan sadəcə ismi var idi. Təəssüf ki, praktiki olaraq çox da belə aktiv bir master olmadı. Amma mən artıq 2005-ci ildən özəl klinikada assistent vəzifəsində çalışmağa başlamışdım deyə mən praktiki həyatım daha maraqlı keçirdi. Nəinki başqa studentlərin, sadəcə teoretik nəzəri məlumat olanların. Eyni klinikada universiteti bitirdikdən sonra eyni klinikada 2008-ci ildən artıq general dentist vəzifəsində çalışmağa başlamışdım. Bakıya döndükdən sonra 2011-ci ildən 2019-cu ilə qədər Azden klinikasında çalışmışam. Eyni o illərdə təhsilimi parodontologiya üzrə davam etmək
istəmişdim və ikinci bir master axtarışındaydım. Bir çox ölkələrə baxdım. Türkiyədə baxdım, Almaniyada baxdım. Amma ən çox diqqətimi İtaliya cəlb elədi. Nəyə görə? Çünki İtaliyada bildiyimiz qədər həqiqətən çox məşhur paleontoloqlar var. Sırf bu ölkədən çıxmış. O da mənim marağımı cəlb elədi ki, nədən İtaliya? Elə alındı ki, 2019-cu ildə bu proqrama dahil olmuşam. 3 illik proqram idi. Amma Covid-ə görə 4 il uzandı və 4 ildən sonra proqramı bitirə bildim. Burada növbəti slayd, 6-cı slayda gedə bilərik. Davud. Növbəti. Burada. İlk öncə bu master'a daxil olmaq üçün İtalyan masterlardan daha çox danışacağım. Başqa suallarınız olsa, tanıdığım masterlardan da məlumat verə bilərəm. İndiki zamanədə, bugünkü günə İtaliyada artıq 2 Avropa Federasiya tərəfindən tanınmış master proqramı var. Mən dahil olanda sadəcə bir proqram idi. O da Turin şəhərində idi. Mario Aimetti professorumuz bu masterın direktorudur. İndi ikinci bir master açılıb Florence şəhərində və başqa bir məşhur bir professor tərəfindən idarə olunur. Siz məni eşidirsiniz? Elə bir ki, biraz səs itir. Bəli, Nərgiz xanım, qədəsini Okey. Deməli, hər iki proqrama dahil olmaq üçün İtalyan dili biliyi olmalıdır. Burada A2 səviyyəsi yetərlidir. Nə üçün? Çünki pasientlərlə ünsiyyət qurmaq üçün mütləq dil biliyi lazımdır. Faktiki olaraq A2-dən daha yüksək olmalıdır. Müvəffəqiyyətlə müalicəni aparmaq üçün. Bu da bizim təcrübədən sonra. Nəsə, bizim slaydlar itdi. Davudun interneti on dəqiqə qoşulur indi. Ola bilər. Mən belə şifahi danışım, sonra Davud qaydar yenə qoşular. Deməli, bizdə dil biliyidir. Mən İtalyan dilini Bakıda öyrənmişdim. Əslində çox tez keçdi. Bəlkə Latın dilini bilirdim deyə universitetdə çox sevirdim o fəni nədənsə. Ona görə çox tez, rahatlıqla 5 aydan sonra A2 sertifikatımı əldə etdim. İndi bilmirəm necədir, amma o zaman Bakıda yox idi bu imtahanı keçirilən bir yer. Ya Tiflisə getmək lazım idi, ya da İstanbula. Mən İstanbulda bu imtahanı keçdim. Dil imtahanı keçdikdən sonra, hətta yox, dil imtahanı keçmədən öncə mən düşündüm ki, gedim parodontologiya departmanına bir baş çəkim, görüm hara hazırlaşıram. Əslində o zamanlar bilmirdim, amma belə bir sonradan o təcrübəni öyrəndim. Siz hər hansı bir məktəbə dahil olmaq istəyirsinizsə, öncədən bir məktub yazıb müraciət edə bilərsiniz ki, mən gəlib sizin məktəbə baxmaq istəyirəm və öncədən deyirsiniz 2 gün, 3 gün, mümkündürsə sizə 95% hə deyəcəklər. Siz gəlib 3 gün qalıb iş necə gedir, elmi tərəfdən necə gedir, praktiki tərəfdən necə gedir, özünüz görə bilərsiniz. Qərarı vermədən öncə. Davud deyəsən qayıtdı. Burada 24 dünya üzrə 24 məktəbin adları var. Hər şey internetdə var. Perioas saytından da keçə bilərsiniz. efp.org saytında da bütün bu listə var. Nəsə bir problem var internetdə, elə başa düşürəm. Bəli, Davudun problemi var. Bir dəqiqə, mən deyim.
Ondan sonra siz deməli proqrama qərar verdinizsə girəcəksiniz, imtahana hazırlaşmaya başlayırsınız. İmtahana hazırlıq necə gedir? İlkin mən sizə dedim, dil biliyi, İtalyan dili biliyi. İkincisi və ən əsas imtahanda keçiriləcək indi bir kitabdır. O zamanlar 6-cı Linde və Niklaus Lang nəşrində olan, 6-cı nəşrində olan bax bu kitabdır. Mən soldakı kitabla hazırlaşırdım. Dahil olandan sonra artıq 7-ci nəşri çıxmışdı, o sağdakı kitabdır. 2 tomluq bir kitabdır. 1500 səhifədən çox var, səhv etmirəmsə. Mənim 1 ilimi aldı hazırlaşmaq üçün. Axundov kitabxanası sağ olsun. Günlərimi orada keçirirdim. İmtahana 1 ildən sonra dahil olanda imtahan necə keçdi? Səhv etmirəmsə 30 sual multiple choice test şəklində. Siz bu test etapını keçirsinizsə, eyni gündə sizə deyirlər. İkinci etapa qalırsınız, o da eyni gündə baş verir. O da şifahi bir conversation şəklində 4 professorla ikinci etap keçir. Orada əslində bir neçə dənə kitab üzrə sual verilir və ümumi sizin həyatınızda nə planlarınız var, niyə bu masterə girmək istəyirsiniz? Yəni o qədər onlara xoş gəlməlidir sizin istəyiniz. Mən misal üçün o illərdə demişdim ki, bizdə Azərbaycanda parodontologiya hələ yaranan dövrünü yaşayır. Çox əvvəldəyik. Ona görə çox istərdim ki, bu ixtisası əldə edim və yəqin ki, təsir edici oldu. Növbəti slaydda mən orada göstərmişdim bu məşhur kitabın müəllifləri. Bəli, solda Jan Linde'dir. Yox, öncəki slayd. Solda Jan Linde'dir. Sağda da Niklaus Lang. Sonraki slayda keçə bilərik. Yəni, belə bir masterın keçməsi, belə bir təcrübə sizə belə məşhurların yanında olmaq imkanı yaradır. Sadəcə olmaq da deyil, ünsiyyət çox rahat bir insandılar, çox sadədirlər. Yaxınlaşıb sual da verə bilərsiniz. Uzun müddətdə də sizlə ünsiyyət qururlar. Yəni heç bir yəni çox sadədirlər. Yəni düşündüyümüzdən də artıq çox sadədirlər. Ümumiyyətcə masterın başlanması yanvarda olur. Burada soldakı məncə Turində ən ilk çəkdiyim şəkillərdən biridir. Sağda da bizdə 4-cü mərtəbədə belə tarixi bir stomatoloji bir kreslo da var idi. Ümumi illik 4 nəfər dahil olunur. Növbəti slaydda biz 4-lük 3 nəfər İtalyan və mən tək xarici. Əslində sonuna sadəcə 3 nəfər çatdı. Sağdakı oğlan 6 aydan sonra qaçdı, getdi. Ümumi stresə dözə bilmədi. Biraz çətindir. O təzə universiteti bitirmiş bir oğlan idi. Bir də İtaliyanın cənubundan idi. Bu isə biz keçdiyimiz master Turindir. Daha soğuk bir yerlərdir. Dənizi, valideynlərini özləyirdi. Ona görə qaçdı, getdi evə. Ondan sonraki nə məlumat vermək istəyərdim? Mütləq şəkildə oturum alacaqsınız girən kimi mastera. Burada. Onsuz mümkün deyil. Kimisə maraqlandırsa bütün nöqtə, vacib nöqtələri sonra mənə yazıb məlumat verə bilərəm sizə. Burada indi vaxt itirməyək. Mastera dahil olandan sonra, sizə xəbər verəndən sonra ki, siz dahil olmuşsunuz, orada maraqlı bir məqam var.
İmtahan bitdikdən sonra eyni gün sizi aparırlar bir otağa və sizin forma üçün ölçüləri alırlar. Siz də düşünürsünüz ki, yəqin mən imtahanı keçmişəm. Ya rahatlayırsınız. Çıxandan sonra otaqdan professorun katibi deyir ki, yox, o demək deyil ki, siz imtahanı keçmişsiniz. Sadəcə ölçünüz öncədən alınmalıdır. Çünki sonra vaxt olmayacaq. Və cavabı sadəcə bir aydan sonra sizə zəng etsələr masterdan, onda yəni demək keçmisiniz. Yəni çox stresli bir ay keçir gözləməkdə. Burada keçdikdən sonra sizə listə göndərilir, sizə nə lazımdır? Mütləq professional fotokamera lazımdır iş üçün. İnstrumentlər orada sifariş olunur. Hue Fraser dünyanın ən məşhur markalarından biri. 60% endirimlə hər hansı orada listədən olan əlavə də instrument sifariş edə bilərsiniz. Heç kim ona problem yaratmır. MacBook olmalıdır, çünki hər şey Apple üstündə bağlıdır. Intraoral güzgülər, retraktorlar və əlavə nəsə demişdim Davud, amma yadımdan çıxdı. 6-cı da nəsə var idi. Sonra yadıma salarım. Nəsə 6 var idi, unuttum. Hər nəysə, sonra yadıma düşər. Deməli bunlardır və əsas məsələ nədir? Yəni nəyə görə mən Turini seçmişəm? Deyilənə görə ən çox praktik iş, ən çox siz tam həkim olaraq çalışırsınız. Yəni pasiyentlər bilmir ki, siz master degreesiz, ya studentsiz, yəni belə bir anlayış yox. Siz həkimsiz. Yəni xəstə departmana daxil olandan tam ilkin müraciətindən növbəti slaydda burada görsənir anamnezis. Siz kliniki kartı açırsınız, xəstə daxil olan kimi. Ondan sonra tam şəkildə necə ki özəl klinikada çalışacaqsınız, eyni şəkildə orada çalışırsınız. Sadəcə daha çox dokumentasiya var. Azərbaycandan çox fərqlidir və çox iş var. İlkin siz anamnez yığırsınız, bu klinikal kartı doldurursunuz. İkinci, ən belə böyük fotodokumentasiya məsələsidir. Onu da öyrənmək lazımdır. Hər bir bu punktda görə sizə orada leksiya verilir. Misal, anamnezdəsə, ilk girdiyinizdə departmana sizə bir doktor verilir, o sizi aparır, bütün departmanı göstərir. Hardan başlayırsınız, hardan kart götürürsünüz, necə doldurursunuz, nə edirsiniz. Yəni, məlumat yetərincə çoxdur. Onu yadda saxlamaq biraz çətindir. Yəni, biraz təcrübə lazımdır ki, bunlara alışmaq üçün. Fotodokumentasiya nə olan bir şeydir? İlkin pasiyent müraciət edəndə 23 şəkil biz deyəsən hesabladıq. 23 şəkil çəkilir və siz onu hər pasiyentə çəkməlisiniz. Bu sizin dokumentasiyanın bir hissəsidir. Bu dokumentasiyasız nə professor, nə də tutor sizə köməklik etməyəcək. Yəni şifayı gəlib başa salmaq ki, mənim pasiyentimdə filan şey var, filan şey yoxdur, heç kim sizi dinləməyəcək. Deyəcək, aç prezentasiyanı göstər. Yəni həmişə hər şey prezentasiyada hazır olmalıdır. Burada mən göstərəm, solda mənim ilkin şəkillərimdir, necə çıxırdı, o da bir məsələ idi. Sağdakı da artıq düzgün proyeksiyada çəkilmiş şəkillər. Növbəti slaydda da. Mən sual vermək istəyirdim. Fotoqrafiyanı sizə öyrətdilər, yoxsa siz artıq bilirdiniz ora gedəndə? Yox, necə dedim, orada bir professor var, Arduino. O bizə fotoqrafiya üzrə bir leksiya verirdi. Hətta leksiya deyildi, 2 günlük masterclass idi. Birinci gündə nəzəri tərəfi idi, ən nəzəri hissəsi yazırdıq, fotoaparatın, nə bilim, nastroykaları, bütün settingsları, markasına görə dəyişən, dəyişməyən, nə almalıyıq əlavə, makroobjektiv, hər şey, flashlar, hər şey başa salırdı. İkinci gündə artıq praktik bir hissəsi idi. Hərəmiz öz üstümüzdə bütün bu set fotoqrafi fotoları çəkirdik. Burada da sağdakı ilkin fotoqrafi fotolardan biri idi. Yəni belə çəkmək olmaz. Soldakı düzgün bir proyeksiyadır.
Növbəti slaydda da var. Ona oxşar bir şey aşağı çənədə. Aha, eyni problem. Ondan sonra bir set foto çəkirsiniz. Buccal view, lingual view, oklüzal analiz üçün ayrı set foto çəkilir. Bütün rentgenoloji müayinə aparılır. Ortopan tomoqrafiyanı təbii ki, siz göndərirsiniz başqa departmana, orada çəkirlər. Amma növbəti slayd. Bəli, bəli. Aha. Amma bu X-ray series, bunu siz özünüz çəkirsiniz. Çünki İtalyan qanununa görə, misal burada Azərbaycanda bizim assistentlər çəkir bu rentgenoloji şəkilləri, amma orada icazə yoxdur. Sadəcə həkim çəkə bilər. Ona görə bunları da 26 ədəd özdə plyonkalıdır. Köhnə üsulla özünüz çəkirsiniz. Bu da ilkin diaqnostikaya aid olan bir mərhələdir. Növbəti slaydda əlavə olaraq dahili bizim departmanın Turin Universitet Periodontal Chart bir dokumenti var idi. 26 səhifəlik. Onu da doldurmaq lazım idi hər xəstə üçün. Bütün bu informasiya... Bəli. Sözünüzü kəsirəm. Burada əslində paylaşdığınız məlumatlar çox-çox önəmlidir və çox maraqlıdır. Düşünürəm ki, burada bir də nəyi paylaşmaq lazımdır ki, biz bu rentgen çəkimi və ya fotoğrafçılıq dərsləri hansı mərhələdə izah olunur? Məsələ Turin Universiteti. İlkin. Bilirsiniz necə olur doktor? Siz başlayırsınız, girirsiniz misal 7 yanvarda. Artıq 9 yanvarda sizin ilkin 7 yanvarda anamnızı necə yığmağı sizə başa salırlar. Artıq bütün departmanı gəzdirirlər, kartı necə dolduracaqsınız, tup içini necə dolduracaqsınız, eyni gündə leksiya olur. Və növbəti gün foto dərsi verirlər sizə ki, misal 11 yanvardan artıq siz ilkin xəstənizi qeyd edirsiniz ki, siz bunun diaqnostikasını keçirə bilərsiniz. Yəni elə deyil ki, siz gəldiniz, diaqnostika bilmirsiniz, necə çəkəcəksiniz. Elə deyil. Elə qurulub ki, siz xəstənin yanına çatanda artıq o biliyiniz əlinizdə olsun. Təbii ki, təcrübə başqa bir şeydir. Çətin olacaq ilkin mərhələdə. İlkin mərhələdə bütün bu etapları keçmək üçün bir saat yarım sizə çatmayacaq. Siz böləcəksiniz mütləq. İlk gündə anamnez olacaq və şəkil. İkinci gündə probing, zondlama və misal üçün tup içi doldurulma və rentgen. Amma sonradan mən bir saat içində hamısını eləyirdim. Hətta tək. Yəni, hər şey təcrübədən asılıdır. Nərgiz xanım, mən bir sual vermək istəyirdim. Bunu kurikulumda demişdik. Nəyə görə biz diaqnozu qoyarkən həm bu vertikal defektlər məsələn ortopantogram deyil də Davud, sənin səsin kəsilə gəlir. Sən sualını kimsə eşitdirsə təkrarlasın, çünki kəsilə gəldi. Səsim gəlir? Mənə eşidirsiniz siz? İndi eşidirsiniz məni? Sualım o idi ki, nəyə görə ortopantogram deyil də biz Bite-Finkslər üzərində diaqnozumuzu qoyuruq? Məsələn, burada vertikal defektləri təyin etmək üçün. Deməli, bizdə burada intraoral seriyada Bite-Winglər də var. Zona çəkilmişdir. Bite-Winglər o yuxarıdakılar, baxın, solda 2 dənə və sağda 2 dənə, o Bite-Wingdir. Başqa şəkillər intraoral zonaya görə çəkilir. Nəyə görə? Çünki kortikal səthin, sümin kortikal səthin olmaması sadəcə burada görsənə bilər. Ortopantomografiyada biz sadəcə general, yəni çox məlumat əldə edə bilmərik. Parodontoloq həmişə bu seriyanı çəkməlidir mütləq şəkildə. Bir alışqanlıq olmalıdır. Nə qədər uzun çəksə də belə mütləqdir. Aydındır. Çox sağ olun.
Nərgiz xanım, Buyurun. mən bir sualım daha var. Bəlidir. Rengenlərin çəkilməsi qaydaları, Aha. müayinəyə hazırlanma formatı. Hı hı. Bunun Hı hı. təhsildəki zamanlanması nə zaman olur? Məsələn, təhsilə başladınız, Hı birinci hı. dönemdə mi olur? Nə qədər vaxt ayrılır bu təhsilə? Onu da paylaşardınız zəhmət olmasa. Bütün bu ilkin mərhələlər ən ilk günlərdə leksiyalarda təbliğ olunur mütləq şəkildə. Ondan əlavə bu ilk biz oxuyanda ilk birinci ildə 12 ayda, 12 ayda deyil, olsun 11 ay, 11 oxuyurduq. 11 ayda 16 imtahan vermişik bütün fənlər üzrə. Ondan sonra kəsdilər, azaltdılar. Biraz mikrobiyoloji, histoloji hər şeyi yenidən keçirdi. Dəhşət bir şeydi. Biz Coviddən sonra döndüyümüzdən sonra biraz azaldıblar bu general tip məsələləri. Daha çox parodontologiya üzrə məlumat verirdilər. Bütün bu deməli mənim yadımdadır. Bu X-ray seriyası çəkmək üçün sizi xəstəyə yanaşmadan öncə sırf kresloda bir həkim öyrədir. Ya tutor olacaq, ya da bütün 4 nəfəri yığan bir həkim ətrafında yığacaq, bir xəstə üstündə bunları göstərəcək. Və sizə də verəcək ki, edəsiz, sonra gedib kompüterdə göstərir səhvlərinizi. Burada təbii ki, mütləq şəkildə siz paralelliyi görməlisiniz və tam kök çıxmalıdır. Paralellik də necə əldə olunur? Orada Azərbaycanca bilmirəm adı nədir? Centralizatoridir. Deyin kömək edin. Cavit doktor, onların adı nədir? Направитель. Yadımda deyil Azərbaycanca nədir? Bir çox məşhur markaların içindən çıxır. İstiqamətlendirici kimidir. İstiqamətlendirici odur. Və siz bununla da paralel rengenin çəkilməsini təmin edə bilirsiniz. Çünki rengenin çəkilməsi paralel qaydalara uyğun çox önəmlidir. Mən xatırlayıram, təhsilimin ilk dönəmində bir neçə dəfə mənim professorum rengenləri uyğun görməmişdi və geri qaytarmışdı və bəzi görüntüləri biz təkrardan çəkirdik. Hal-hazırda məsələ rengenoloji çəkimlər rəqəmsaldır. Ancaq mənim təhsilim sırasında hələ də biz onları o filmlərlə, plyonkalarla çəkirdik. Xüsusi suların içində onları. Doktor, Turində hələ də plyonkalarlandır, biləsiniz. Ancaq təməl olaraq bu çox önəmlidir. Yəni plyonkaları da bilmək çox-çox önəmlidir. Bu bunun təməlidir. Və bu rengen əslində müayinənin ən önəmli mərhələlərindən biridir və bu rengen çəkildiyi zaman bir sonraki müalicə mərhələlərində, qeyri-cərrahi müalicələrində müqayisə oluna bilməsi üçün doğru bucaqda paralel çəkilməsi çox-çox önəmlidir. Xüsusən tədqiqatın nəticələri elmi dərəcə almaq üçün və məşhur jurnallarda nəşr üçün nəzərdə tutulursa, bu məqamlara daha da çox düşünürəm ki, biz fikir verməliyik. Ondan sonra biz bütün bu məlumatları əldə etdikdən sonra, burada mən sadəcə screenshot əlavə etdim. Bu bizim daxili Turində əldə etdiyimiz prezentasiya şəklinin bir hissəsidir sadəcə. Növbəti slayd. Növbəti. Bütün bu məlumatları, yox, ondan öncəki də. Bütün bu məlumatları əldə etdikdən sonra siz yığırsınız bir kinota və müalicənizə qeyri-cərrahi step 1 və step 2 müalicənizə başlayırsınız. Davud artıq bilir bu müalicələr necə keçirilir. Çünki bizim kurikulum 2024-də iştirak edir. Əslində biz o kurikulumda parodontologiyanı A-dan Z-də qədər izah edirik və sizin bu sahə üzrə gedib getməməniz üçün bir gözəl bir təşəbbüsdür.
Mən də Am, bütün step tələbələrə tövsiyə görürəm ki, əgər ağlınızda sual varsa, parodontologiya sizə görədimi ya deyilmi, mütləq kurikulum proqramında iştirak edin. Ondan sonra qərarınızı verin. Mən düşünürəm ki, proqramı bitirəndən sonra siz %100% yəni parodontoloq olmaq istəyəsiniz, amma Parodontologiya qərar gedəcək. yəni bəli. Həqiqətən çox Ə, zəngin bir sahədir. Çox zəngin bir sahədir. Və step 1, step 2-ni bitəndən sonra siz keçirsiniz Bizdən, step 2 reevaluation. Step 1 üzr istəyirəm, risk faktorlarının aradan qaldırılmasıdır və pasiyentin maarifləndirilməsidir. Step 2 isə mən onun Qeyri-cərrahi müasir adı müalicə. yadımdan Qeyri-cərrahi scaling and müalicə. qeyri-cərrahi Amma biz müalicə. deyirik indi supra və subgingival debridement ən son terminologiya üzrə bu daha düzgündür. Scaling və root cleaning'ə artıq istifadə etmirlər. Küritajı heç istifadə etmirlər. Küritaj keçmişdə, uzaq bir keçmişdə, tarixdə qalmış bir termindir. Təəssüf ki, Azərbaycanda hələ də istifadə olunur, amma heç də düzgün deyil. Kontrolünüzü aparandan sonra step 3'ə keçmədən öncə prezentasiyanızı siz hazırlayırsınız və professora və başqa həkimlərə təqdim edirsiniz. Yəni bir çıxışınız olur. Belə bir çıxışlar həftədə 2 dəfə olur Turin məktəbində, 1-ci və 5-ci gün. Orada siz müalicə planından tutmuş, keçdiyiniz cərrahiyyənin səhvləri ya da dəyişiklikləri, hər şey orada geniş bir müzakirədə Tanıtım edə edirsiniz. bilərsiniz. Bəli. Tanıtım edirsiniz və professordan okey ya da yox alırsınız seçdiyiniz əməliyyat üçün. Burada misal üçün bu slaydda görsənir ki, hansı biz müalicəni seçmişik və hətta alternative terapi biz yazırıq. Çünki yerində professor soruşa bilər ki, bəs bunun alternativi nə ola bilər? Yəni, eyni zamanda sizin nəzəri nöqtədən nə qədər hazır olduğunuzu orada öyrənirsiniz. Düzünü desəm, ilk 6 ay mənim 10 illik həkim təcrübəm olmağıma baxmayaraq, parodontologiya kafedrası mənim universitetimdə var idi Moskvada. Amma heç də yaxın durmamışdı. Yəni elmi tərəfdən biz heç hazır deyildik. Mənim yanımda olan studentlər, hətta o dözə bilmədiyi oğlan elmi cəhətdən çox hazırlıqlı bir master kimi gəlmişdi. Bəli, dahil olmuşdu. Yəni dəhşət idi də, canavar idi. İllərindən, məqalələrindən tutmuş. Mənə elə gəldi ki, professordan daha çox bilirdi. Yəni dəhşət bir təcrübəsi var idi elm cəhətdən. Amma praktiki olaraq sıfır idi. Və o nöqtədən mən praktiki olaraq özümü daha rahat hiss edirdim. Elmi olaraq çox böyük bir materialla qarşılaşdım ki, sıfırdan hər şeyi öyrənməyə başladım. Yəni həqiqətən çətin idi. Amma yəni mümkün olmayan heç bir şey yoxdur. Ona dəyər. Eyni zamanda bu masterda oxumanız təcrübədən başqa, bilikdən başqa, cərrahi skillsdən başqa sizə böyük bir listə tanışlıqlar əldə etməyə kömək edir və fürsətlər. Növbəti slaydda masterımın axırına çatanda belə bir tədbir olur, EFP Alumni. EFP məktəbini bitirən masterlardan hər bir ölkədən biri seçilir, o məktəbi təqdim etmək üçün. O ildə bizim məktəbə elmi tezis təqdim etmə düşmüşdü. Hər il dəyişir. Bir il siz kliniki кейsinizi göstərirsiniz, bir il elmi tezisinizi təqdim edirsiniz. Mən də öz elmi tezisimi təqdim etmişdim.
Belçikada, Blankenberg şəhərində. Aa, Onu əlavə edim ki, masterı bitirmək üçün siz 3 ilin sonunda öncə mən dahil olanda 100 əməliyyat etməli olacaqdınız. Amma Coviddən sonra biraz dəyişdilər. 75-ə endi deyəsən cərrahiyyələrin sayı. 5 tam hazır кейsi təqdim etməlisiniz. Tam hazır keys nə deməkdir? Ən ilkin mərhələdən cərrahiyyədən sonraki follow-up'a qədər hər şey dokumentləşmiş halda sizdə olmalıdır. Və o keys üzrə sizə imtahan aparılacaq. Və hazır halda elmi tezisiniz. Siz məktəbə dahil olanda bir neçə aydan sonra sizi hansısa elmi protokola dahil edirlər. Çünki məktəbdə daimi, dayanmadan bir elmi araşdırmalar aparılır. Çox maraqlı işlər aparılır. Məşhur məqalələrin hissəsi oluruq və siz dahil olanda professor seçir, siz hansı sahə üzrə gedəcəksiniz. Yəni bütün kliniki, nəzəri işlərlə eyni zamanda siz hələ elmi protokolu da hazırlamalısınız. Yəni dəyişən çox iş var. Müddət ərzində bu müddət ərzində də siz yeni dostlar qazanırsınız. Yəni bu kolleqalarla dünyada parodontologiya sahəsində adlarla əlaqədə olursunuz. Həqiqətən Məncə bu da elədir. böyük Yəni bir üstünlükdür. kitablarda Yəni gördüyünüz slide insanları var idi məndə orada deyəsən. Kitablarda gördüyünüz insanları artıq normal həyatda daha tez-tez görməyə başlayırsınız. Nəyə görə? Misal Turin məktəbində siz saytında baxsaz ya da e-maillə müraciət etsəz, sizə göndərəcəklər hansı leksiyalar 3 il ərzində sizə keçiriləcək və kim tərəfindən. Orada Cartellini, Trambelli, Graziani dünyada ən məşhur parodontoloqlardan tutmuş, kimisi də deyim, yəni Rakutso, bütün tanınmış parodontologiya artıq parodontologiyada öz sözünü demiş insanlar sizə dərs deyəcək. Təbii ki, mən düşünürdüm ki, dərs daimi olur. Çünki siz oxuyanda onu başa düşmürsünüz. Amma leksiya şəklində 1 ya 2 günlük olur. Eyni zamanda bu 3 il ərzində Avropada olmanız çox böyük bir fürsətdir. Çünki məktəb getdiyi konqreslərə siz də gedirsiniz. Çoxsuna pulsuz qoşulursunuz və daxili uçuşlar Avropada çox uyğundur. 8 avrodan tutmuş 25 avro qədər biletlərinizi alıb rahatlıqla Avropanı da gəzə bilirsiniz. Təbii ki, vaxt cəhətindən həmişə kompüter yanınızdadır. Paralel hər yerdə bizə iş çox görürsünüz. səbəblər Paralel həmişə кейslərinizi düzənləyirsiniz. Çünki daim iş var, daim pasientlər yığırsınızsa, orada da bir moment var. Mən düşünürdüm ki, bu master ödənişli masterdır və yetərincə yüksək məbləğə keçirilən bir masterdır. Məncə bundan sonraki master sadəcə Amerikada bundan bahalısı var. Mən elə düşünürdüm ki, belə məbləği ödəniş ediriksə, çox şeyi hazır sizə gətirirlər. Pasientləri hazır gətirirlər, sistem daha rahat izah olunur. Amma elə deyil. Yəni hər xəstəyə görə mübarizə aparmalısınız. Həm sizlə dahil olan masterlarla, həm ətrafda olan başqa masterlarla həqiqətən çox aktiv fəaliyyət göstərməlisiniz ki, qəşəng bir case əldə etmək üçün. Elə deyil ki, hər götürdüyünüz pasient sizə lazım olan case olacaq. O heç də elə deyil. Yəni pasient yanınıza düşəndə siz başlayırsınız zonlamanı eləməyə, başa düşürsünüz bu sizin xəstənizdir ya yox. Ondan sonra sadəcə başlayırsınız anamnezi yığmağa və s. Orada da belə incəliklər çoxdur. Bu son Nərgiz xanım, şəkil. siz deyirsinizsə Burada. siz deyirsinizsə orada artıq
öğrenci deyilsiniz, siz orada bir həkimsiniz. Qarşınıza bir case çıxanda, başa düşmədiyiniz bir şey olanda və yaxud da düşünürsünüz ki, bu mənlik deyil və yaxud da bir yanlış elədiniz. Bu zaman nə edirsiniz? Yəni professora yaxınlaşırsınız ya qonşu rezidentlər sizə kömək eləyir. Necə olur? O mənə biraz Ə, maraqlıdır. Qonşu rezidentlərdən əslində ə, çox şey gözləməyin. Çünki həmişə mübarizə var. Hələ masterın stresli cəhətlərindən biri də odur. Həmən anlamırsınız ki, bütün insanlar pozitiv deyil ətrafda, təəssüf ki. Amma sizə aid olan tutorunuz var və ən çox da o sizə yardım edər. Yəni səhv etmək səhv kim etmir? İşləməyən adam sadəcə səhv etmir. Təbii ki, səhv də edəcəksiniz. Səhv etməkdən qorxmaq lazım deyil. İşləyən adam səhvlərin üstündə öyrənir və o səhvlərdən o düzəlişləri çıxardıb daha da təcrübəli çıxmaq lazımdır və səhv etmək, qorxmaq lazım deyil. Sadəcə sizdən burada nə asılıdır? Oxumaq, çox vaxt sərf etmək, ilkin 6 ayda həqiqətən nəzəri tərəfdən oxumağa çox şey var. Həddindən artıq çox şey var. Nəzərə alsaq ki, bizdə təəssüf ki, elmi nəzərdən parodontologiya hələ ki təzə-təzə biz qaldırırıq bunu. Sağ olsun Cəvid doktor, Aslan doktor, bizim perioaz cəmiyyətimiz 2012-ci ildə yaranmışıq. Yəni çox cavanıq hələ də. Amma bu 2012-ci ildən bu günə kimi çox şeyə nail olmuşuq. Yenə də doktor Cəvidin, doktor Aslanın sayəsində parodontologiya ixtisas kimi artıq Azərbaycanda var və biz tam Avropa Parodontologiya Cəmiyyətinin tam membershipini qazanmışıq. Bu çox böyük nailiyyətdir və inanıram ki, sizin köməyinizlə, cavan həkimlərin köməyinizlə biz bu sahəni daha da iləri apara biləcəyik. Nə qədər çox mütəxəssis olsa, o qədər xəstələrimiz maarifləndiriləcək və düzgün yöndə müalicə alacaqlar. Bu da mənim ailəmin üzvləri, ortadakı balaca oğlum, indi daha böyükdür. Solda sağdakı böyük oğlum. Təəssüf ki, masterimi keçmək üçün onu Bakıda buraxmalı oldum. İlkin mərhələdə düşünürdüm ki, 6 aydan sonra onu götürəcəm özümlə ora. Amma nə qədər aktiv həyat olduğunu gördükdən sonra anladım ki, uşağı ora götürmək mümkün olmayacaq. Yəni bu qədər. Amma Ondan görün, öncəki şəkildə necə? evet. Buyurun. Bu bizim professordur Mario Aimetti. Eyni zamanda Turin Üniversitetinin parodontologiya kafedrasının direktorudur. Ondan öncəki şəkildə bizim son imtahanımız olmuşdu. Orada, soldakı son imtahandan sonra çəkdiyimiz şəkil. Son imtahan necə keçir? İlkin mərhələdə daxili imtahan verirsiniz. O da Mario Aimetti imtahanı qəbul edir. Əslində EFP imtahanından qat-qat çətindir, qat-qat qorxuludur. Ondan sonra bir neçə aydan sonra artıq EFP board imtahanı keçirsiniz. Bizə də onu Professor Carre keçirmişdi. O Fransa parodontologiya məktəbinin direktorudur. Yəni sistem ümumiyyətcə belədir. Yəni sizin imtahanınızı başqa ölkədən kimsə gəlib, qəbul eləyir ki, obyektiv olsun. Və sağda o EFP məşhur sertifikatı əldə etdiyim məqam, onu həmən vermirlər. Bir neçə aydan sonra hazır olur. Mən yenidən Turinə dönüb sertifikatımı götürmüşəm. Əslində tez-tez gedirəm və ən azı ildə 3 dəfə gedib baş çəkirəm və çox sevindirici haldır. Çünki həqiqətən bir ev kimi olmuş bir departmandır. Və nə qədər çətin olsa da bir həyat təcrübəsi və bu ixtisası
sevdiğim, ondan önce de sevmişim ama o en çok sevdiğim yer orayı. Yani profesör size o kadar motivasiya verir. Ne kadar çok danlasa da o kadar çok da motivasiya verir ki okumaq, yeni də okumaq. Mən də bir şey müşahidə elədim ki, yəni bu universitet təkcə parodontologiya məktəbi deyil, həm də həyat məktəbi oldu sizin üçün. Ən sonunda görürəm ki, yəni professorla nə qədər yaxın ilişkidə olmusunuz. Bir ailə olmusunuz sanki bütün mentorlarınızla. Bu çox Bəli, yaxşı. elə oldu. Çox sevinirəm ki, bu məktəbi keçmişəm və öz adımdan sizə, studentlərə məsləhət vermək istəyirəm ki, vaxtınızı itirməyin. Sizin indi ən qızıl vaxtlarınızdır. Məncə indi əldə etdiyiniz kapasitə iləride daha olmayacaq. Çünki yaş artdıqca kapasitə biraz azalır. Yəni oxuyun, yenə də oxuyun. Çox sağ olun Nərgiz xanım. Əgər uşaqlar tərəfindən, tələbələr tərəfindən başqa sual yoxdursa, suallarınız varmı uşaqlar? Buyurun, yaxşı vaxtdır. Chatda da yaza bilərlər, belə də şifahi də deyə bilərlər. Əlbəttə, çatda da yaza bilərsiniz uşaqlar. Mən çatda oxuyuram. Mənim bir sualım vardı. Buyurun. Öncəliklə hər kəs salamlayıram. Suallar Minnətdaram bu yayının təşkilinə əmək üçün hər kəsə təşəkkür edirəm. Çox sağ olun ki, belə bir yayını bizlər üçün təşkil eləmisiniz. Nərgiz doktor sizə də xüsusən təşəkkür etmək istəyirəm. Sualım belə idi ki, təhsil haqqım nə qədər idi? İllik 18.000 euro. Bu təhsil haqqı birbaşa ödənirdi, yoxsa təhsil müddətində? Yarım il. Hər yarım il 9. Aydındır. Minnətdaram. Təşəkkür edirəm. Buyurun. Bu sizin oxuduğunuz il üçün keçərli idi. Nərgiz xanım, indi dəyişib qiymətlər yəqin ki. Deməli, mən ilkin müraciətimi edəndə 15.000 idi. Ondan sonra bir il mən hazırlaşdım, 18.000 idi. 18.000 oldu. Ondan sonra eşitdim ki, yine qaldırmaq istəyirlər, amma Covid gəldi deyə daha o fikirdən çəkindilər. Yəni eyni səviyyədə bildiyim qədərilə qalıb. Bilirsiniz niyə qiyməti artırırlar? Nəyə görə? Çünki müraciət edən insanların sayı artırdı deyə onlar o sayı azaltmaq üçün qiyməti qaldırma qərarına gəlmişdilər. İmtahanı çətindir keçirmək o boyda insanlar üçün. Yəni multiple choice asandır, amma sonra şifahi o qədər insanı imtahandan keçirmək dəhşət çətin bir məsələdir. Mən istəyərdim ki, tələbələr bu slaydın şəklini çəksinlər. Burada İFP tərəfindən akreditə olunmuş bütün proqramlar və universitetlərin adları Burada var. bir dənə də sual var, chatda gördüm. Gülar Hiyalova. Master'ı keçdikdən sonra İtaliyada qalmaq şansı var. Deməli, mən sizə bir açıqlama edeyim. Çox adam məndən soruşur ki, niyə İtaliyada qalmamısınız? Əslində İtaliyada qalmaq şansı var. Amma bilmək lazımdır ki, İtalyan həkimləri üçün təkslər o qədər yüksəkdir ki, siz düşünəcəksiniz sonra ki, qalmağa dəyməz. O birincisi. İkincisi, qalmaq üçün siz öz tibb universitetinizin diplomunu tanıtmalısınız. O da necə olunur? Romada müraciət edirsiniz. Böyük bir listə dokumentlər var ki, onları yığmalısınız, müraciət edirsiniz və yetərincə çətin bir imtahandan keçməlisiniz. Mən əslində keçməyi planlaşdırırdım. İtaliyada qalmaq fikrim yox idi. Amma yenə də dedim ki, Avropada bir lisenziya əldə etmək çox gözəl bir təşəbbüs olar. Amma sonra vaxtım olmadı. Əslində hər bir zamanda neçə il keçsə də sonra müraciət edib diplomunuzu tanıta bilərsiniz. O demək deyil ki, bütün Avropada çalışma izni olacaq, amma
Bir çox ölkə ilə İtaliyanın anlaşması var. Misal bilirəm ki, İspaniyada dəqiq çalışmaq olar. Ondan sonra bir də bir çox ölkə orada var. Amma hamısı dahil deyil. Aydındır. Çox sağ olun. Uşaqlar, başqa suallar var? Mən Bir çat də yox. burada Davud bu məktəblərin siyahısını verdi. Biz səninlə öncə danışmışdıq. Deməli 24 məktəb var. Amma demək deyil ki, bütün 24 məktəbdə eyni səviyyədə təhsil verilir. Səviyyə hər yerdə yüksəkdir, amma bilmək lazımdır. Harda daha çox praktik var, harda daha çox elmi tərəfdən sizə təhsil verilir. Yəni bütün məktəblər fərqlidir. Burada Bern Universitetini görürəm. O çox məşhur olmalıdır. Çox etmişəm. Onun akreditə olunmuş proqramı necədir bəs? Məlumatdasınız Nərgiz xanım? Orada elmi cəhətdən çox güclü bir məktəb keçəcəksiniz, amma praktiki heç bir şey öyrənməyəcəksiniz. Onlar Bəs ümumiyyətlə daha çox elmi tərəfdən təhsil verirlər. mənim diqqət mərkəzimdə olan Madrid Kompetensiya Universiteti, Mariana Sans'da orada Super bir məktəbdir. Super bir məktəbdir. olaraq həm də elmi olaraq yoxsa Həm praktiki, həm də elmi cəhətdən çox güclü bir məktəbdir. Sadəcə mən bildiyimə görə, bəlkə səhv bilirəm, o illərdə mən oxuduğum illərdə deyirlər. Çünki mənim tutoram o məktəbi qurtarmışdı. Ludovico Fioravanti, baxmayaraq ki, Turin şəhərində tibb universitetini bitirmişdi, masterını Mariano Sanz'ın yanında etmişdi və o deyirdi ki, ən çox əsasən İspanları götürürlər. İmtahanı versən də, verməsən də, amma haricilər olur. Amma Turindəki kimi deyil. Turində elə olur ki, 3 harici olur, 1 İtalyan. Elə olur ki, 4-ü də İtalyan. Elə olur ki, məndə necə olmuşdu, 3 İtalyan, 1 harici. Yəni baxır da, seçirlər. Aydın Nərgiz xanım, çox sağ olun. Elə isə artıq suallar yoxdursa, biz yavaşdan yekunlaşdıra bilərik. Bütün iştirakçılara, başda Cavid doktor və mühazirəçimiz Nərgiz xanım olmaqla, bütün tələbələrə minnətdarıq iştirakları üçün. Olduqca açıqlayıcı, aydın oldu bizlər üçün də xaricdə, Avropada parodontologiya təhsil dairəsində. Əgər tələbələrin başqa bir mövzularda parodontologiya ixtisası ilə bağlı marağı varsa, bunu bizə bildirə bilərlər. Biz qrupda bir form paylaşarıq və gələcəkdə bu yöndə yeni layihələr biz edə bilərik. Hər biriniz iştirakınız üçün yenidən minnətdaram. Gecəniz xeyrə, çox sağ olun. Nərgiz xanım, çox sağ olun. Çox sağ olun, çox sağ olun. Uğurlar sizə.